Davam edirik. 5-ci Antalya Diplomatiya Forumu beynəlxalq münasibətlər sistemində artan gərginliklər fonunda sülh və əməkdaşlıq çağırışlarının ön planda çıxdığı mühüm platforma kimi başa çatdı. Müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələrinin, diplomatların və ekspertlərin iştirak etdiyi forumda qlobal və regional münaqişələrin həlli yolları geniş müzakirə olundu. Hazırda biz də studiyada mövzunu bu istiqamətdə davam etdiririk. Qonağım Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərovdur. Ziyafət müəllim, hər vaxtınız xeyir olsun. Xoş gördük. Təşəkkür edirəm. Necə düşünürsünüz? Ümumiyyətlə, indiki dünyada diplomatik dialoqlar təhdidləri, münaqişələri, gərginlikləri nə dərəcədə aradan qaldırmağa kömək ola bilər? Təşəkkür edirəm sualınıza görə. Əslində bu forumun keçirilməsi, düzdür, bu sadəcə 5-ci forumdur. Bu il mən deyərdim ki, çox yerinə düşdü. Nə mənada yerinə düşdü? Çünki bunu artıq bütün dünyada hamı etiraf edir ki, bu cür beynəlxalq münasibətlər sistemində, beynəlxalq hüquqda çox ciddi problemlər var, çox ciddi, belə deyək də, böhran var. Çünki həqiqətən bu gün elə bir vəziyyət yaranıb ki, diplomatiya artıq bir növ kənara atılıb. Və əslində bu gün o gündür ki, burada diplomatların işi daha çox olmalıdır. Yəni, baş verən o beynəlxalq münasibətlər sistemində çatlar ki var və o çatlar nəyə gətirib çıxarır? Gətirib çıxarır münaqişələrə, müharibələrə. Sanki dünyada bir qlobal özbaşınalıq var, bir qlobal xaos var və diplomatlar da kənarda qalanda təbii ki, silahlar başlayır danışmağa. Bombalar başlayır danışmağa. Və silahların da danışmağının nəticəsi bilirsiniz ki, faciədir, insan ölümüdür. Ümumiyyətlə, dünya çox böyük deməli fəsadlar gətirir. Ona görə bu baxımdan, bax bu deməli Antalya forumunun, 5-ci Antalya forumunun keçirilməsi olduqca vacib bir məsələdir və deyim ki, bu forumda çox ciddi mesajlar verildi və bildiyiniz kimi bizim möhtərəm prezidentimiz də bu forumda iştirak edirdi. Və o forumun açılış mərasimində Türkiyənin prezidenti hörmətli Erdoğan çox maraqlı açıqlamalar verdi, mesajlar verdi. Yəni, bu gün dünyanın əsas problemi nədən ibarətdir ki, biz sülhün, istiqrarın və ədalətin bərpa olunmasına çalışaq. Yəni, bu gün bu münasibətlər, bu beynəlxalq münasibətlər o qədər çat verib ki, inanın ki, bunu uzun müddət lazım gələcək bunu bərpa eləmək üçün. Hələ o da bir sualdır ki, bərpa olunacaq mı ümumiyyətlə bu məsələdə? Baxın, demək, götürün elə Birləşmiş Millətlər Təşkilatının, BMT-nin Təhlükəsizlik Şurası. BMT-nin Təhlükəsizlik Şurasına o dövlətlər daxildir ki, onlar BMT-nin nizamnaməsinə görə dünyada təhlükəsizliyin qarantı olan ölkələrdir. Yəni, bu 5 daimi üzv ki var, bunlar dünyada təhlükəsizlik sisteminin arxitekturasının bərpa olunmasına bilavasitə cavabdeh olan ölkələrdir. Öz davranışları ilə, beynəlxalq hüquqa hörmət etməkləri ilə bunlar nümunə olmalıdırlar. Amma əslində nə baş verir? Gəlin, bu gün baxaq, Avropa ilə Amerika Birləşmiş Ştatları arasında nə qədər çatlar meydana gəldi. Amerika ilə Rusiya arasında, Avropa ilə Rusiya arasında. Siz təsəvvür edirsiniz, bax, Fransa, İngiltərə, Amerika Birləşmiş Ştatları, Rusiya, uzaq şərqdə Çin, Çin nisbətən əlbəttə bu məsələlərdən biraz kənardadır. Amma görün, dünyanın taleyini həll etməli olan ölkələrin özləri arasında nə qədər böyük düşmənçilik var. Bax, bu düşmənçiliyi aradan qaldırmaq üçün, ümumiyyətlə, dünyada sülhün, ədalətin, təhlükəsizliyi, müstəqilliyin bərqərar olunması üçün lazımdır ki, beynəlxalq hüquqda, daha doğrusu biz konkret halda beynəlxalq hüquq deyəndə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını nəzərdə tuturuq ki, burada bir islahatlar getməlidir. Bunu bilirsiniz, cənab Erdoğan da dəfələrlə qeyd edib, möhtərəm prezidentimiz öz çıxışlarında dəfələrlə qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatında islahatlar getməlidir. Bu cür təhlükəsizlik mexanizmi işləmir bugün. İşləmədiyinə görə də bax, belə problemlər yanar. Və siz təsəvvür edin, elə öz misalımızdan götürək. Görün, 30 ilə yaxın bir müddət ərzində Ermənistan Azərbaycanın ərazisini işğal etdi. Heç kim səsini çıxartmadı. Bax, beynəlxalq o vaxtdan artıq çat verməyə başlamışdı ki, siz bu qərarları qəbul edirsiniz, hörmətli, belə deyək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri, 4 qətnamə qəbul edirsiniz. Bunlar icra olunmur. Niyə icra olunmur? Bir də soruşun da bir. Axı, niyə icra olunmur? Siz də bilirsiniz ki, bilirdiniz ki, daha doğrusu, Ermənistan Azərbaycanın torpaqlarının 20%-ni işğal edib. Siz bunu bilirdiniz, bəli, ayrı-ayrılıqda bizə deyirdiniz, amma işğalçını göstərmirdiniz. Yaxşı, bu nə oldu?
Axı belə təhlükəsizlik olmur. Bax, gəldi görün ondan sonra nə qədər problemlər yarandı, nə qədər münaqişələr yarandı. Hamısının kökü Ermənistanın 88-ci ildə mən danışıram. Separatçılığı ilə başladı. Yəni bunun qarşısı alınsaydı vaxtı ilə, nəinki deməli Qarabağ, Şimali Osetiyada, nə deyər, Gürcüstan ərazisində Abxaziya məsələsi, Osetiya məsələsi, sonra Moldovada Pridnestrovye, nə bilim Ukraynada, Ukrayna-Rusiya arasında görürsünüz. Yəni heç bir ölçü götürülmədi deyənə. Heç bir ölçü götürülmədi. Ona görə də getdi, bax konfliktlər dərinləşdi və hamı hesab elədi ki, elə beynəlxalq hüquqla istədiyi kimi hesablaşa bilər. Yəni konkret halda mən hesab edirəm ki, balaca bir dövlət Ermənistan nədir ki, siz ondan bacara bilmirdiniz, BMT Təhlükəsizlik Şurası. Bax, deməli sanksiyalar tətbiq etmədiniz, cəzalandırmadınız, gəldi münaqişə hara çıxdı? 30 ilə yaxın bir müddətə. Və təbii ki, Azərbaycan öz gücünə, əlbəttə ki, yenə də Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə əsaslanaraq, beynəlxalq hüquqa əsaslanaraq yenə də biz deməli öz mübarizəmizi apardıq və bu deməli 44 günlük müharibədə ədaləti bərpa etdik. Ümumiyyətlə Ziyafət müəllim, necə düşünürsünüz? Beynəlxalq münasibətlər sistemində bugün nələr dəyişməlidir? Aydın məsələdir ki, məsələn biz 5-ci diplomatiya forumunda yekun nəticələri gördük ki, əsas məsələ sülhdür, əsas məsələ təhlükəsizlikdir. Amma nəyi dəyişməlidirlər? Çünki danışıqlar yolu ilə biz bəzən görürük ki, münaqişələr aradan qaldırılmır, təhdidlər daha da artır. Hər halda bu beynəlxalq münasibətlər sistemində bir düzəlişə ehtiyac varmı? Çox ehtiyac var. Bilirsiniz, niyə düzəlmir bu məsələlər? Çünki cəzasızlıq var. Kimlər cəzalandırılmalıdır? Cinayət var, cəza yoxdur. Konkret deyirəm də, bax, Ermənistan cinayət elədi, cəzasını vermədilər. Cəzasını özümüz verdik. Halbuki bunu beynəlxalq hüquq verməli idi. Bunu Birləşmiş Millətlərin Təhlükəsizlik deməli Şurası verməli idi. Niyə vermədiniz? Eləcə digər problemlər, eləcə digər münaqişələr. Yəni nə qədər ki kökü o deməli belə bir ifadə verir. Əzəl müftədası yenə beynəlxalq hüququn prinsipləridir. Hara biz getsək, hara fırlansaq, diplomatiyanın əlində tutacağı nə varsa o prinsiplərdir. Bax, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Birləşmiş Millətlər Təşkilatının daha doğrusu nizamnaməsinə baxın. Bəli. Həmin nizamnamədə prinsiplər göstərilir və yeri gəlmişkən bu gün Azərbaycanla Ermənistan arasında paraflanan sülh müqaviləsinin o prinsipləri tam beynəlxalq hüququn prinsipləridir. Baxın, bir-birinin daxili işlərinə qarışmamaq, bir-birinə ərazi iddiası olmamaq, nə bilim, təhdid eləməmək, təhdid etməklə hədələnməmək və qonşu, mehriban qonşuluq münasibətləri. Görürsünüz, hamısı Birləşmiş Millətlərin nizamnaməsində yazılıb. Yəni burada, yenə deyirəm, velosiped icad eləməyə heç bir ehtiyac yoxdur. Hər şey var, hər şey ortadadır. Yetər ki, bu dövlətlər yığışsınlar, nəhayət bir qərar qəbul eləsinlər ki, gəlin, bu yaxşı da bu BMT-ni biz yaratmışıq, bu Təhlükəsizlik Şurasını yaratmışıq, gəlin bunu əməl eləyək. Əməl olunmursa, deməli islahat getməlidir. Bəli, 45-ci ildə BMT yaranıbdır, 45-ci ildə yarananda Sovetlər Birliyi var idi, indi artıq Sovetlər Birliyi çökübdür, artıq tamam başqa bir sistem formalaşıb. Ona görə də, məsələn, niyə görə dünyanın taleyini 5 dövlət həll eləməlidir? Bunu hər dəfə Sayın Erdoğan həmişə çıxışında deyir ki, dünya 5-dən böyükdür. Bəli, tamamilə doğrudur. Niyə bizim taleyimizi 5 dövlət həll eləməlidir? Özdə o dövlətlər ki, bir-birindən düşməndilər. Yaxşı, bunlar elə öz problemlərini hələ həll eləyə bilmirlər. O ki, qaldı digər dövlətlərin problemini. Bax, ona görə belə ədalətsizlik yaranıb dünyada. Belə ədalətsizlik olan yerdə də nə baş verir? Hamı başlayır silahlanmağa. Artıq dünyada bir silahlanma yarışı gedir. Bu da yaxşı hal deyil. Yəni siz təsəvvür eləyin ki, ümumi daxili məhsulun indi BMT, üzr istəyirəm, NATO-da məsələ qoyublar ki, 5%-ə qaldırılmalıdır. Bu qaldırılsın, nə yaxşı, bunların əlbəttə öz daxili işlərdir. Amma bu qaldırılanda bu silahlanma, bu dünyaya yaxşı iş nə vəd eləmir. Halbuki o silahlanmaya gedən pulu dövlətlərin iqtisadi inkişafına qoymaq lazımdır. Nə bilim, texnologiyaların inkişafına, insanların yaşayış şəraitinin daha yaxşılaşmasına, onların sosial həyatının yaxşılaşmasına. İndi belə olan vəziyyətdə hamı istəyir o özün qorusun. Neynəsin? Çünki beynəlxalq hüquq işləmir. Çünki beynəlxalq hüquq münasibətlərində artıq çatlar əmələ gəlibdir. O çatlar da nə vaxt düzələcək mümkündür. Yəni belə bir, bayaq təsadüfən demədim, bir qlobal özbaşınalıq yaranıb ki, kim istəsə, kimin ərazisinə istəsə soxula bilər və deyər ki, mən belə istəyirəm.
Bax, mən belə istəyirəm, prinsipi gərək olmasın. Ona görə ədalət olmalıdır. Ədalət də yenə deyirəm, hamısı gəlir, çıxır, o deməli beynəlxalq prinsiplərə. O beynəlxalq prinsiplərdən var. Yəni bir də onu deyim ki, bax bu gün bax bunun nəticəsində o diplomatiya qalıb kənarda. Bu gün artıq diplomatlar danışmır. Halbuki bu gün diplomatlar oturmalıdırlar, danışmalıdırlar, məsələlər çözülməlidir masalar arxasında və dünyada bir güvənlik bərqərar olmalıdır. Güvənlik. Ziyafət müəllim, fikir verirsinizsə, sülh və təhlükəsizlik təhdid altındadır. Dünyanın sülh və təhlükəsizliyindən söhbət gedir. Amma mən istərdim ki, Azərbaycan nümunəsini burada qeyd eləyək. Çünki 5-ci diplomatiya forumunda da Azərbaycan həm də sülhü təşviq edən bir dövlət kimi çıxış edirdi. İstərdim bunu da xüsusilə qeyd edək. Əslində, tamamilə düz buyurursunuz. Azərbaycan əslində hesab edirəm ki, o sülhün modelini göstərdi dünyaya. Ki, bax, indi doğrudan da kim fikirləşə bilər ki, 30 illik böyük bir müharibədən, daha doğrusu bir münaqişədən sonra və qısa müddət ərzində bu problem həll olundu, indi sülh müqaviləsi paraflanıb. Yəni, bu uzun bir müddət ərzində biz deməli, konflikt vəziyyətində olduq Ermənistanla, amma bu gün artıq sülh müqaviləsi ortadadır. Sülh müqaviləsi paraflanmış, sülh müqaviləsi ortadadır. Yəni, Azərbaycan nümunə göstərir dünya ki, barışıq eləmək olar. Özdə beynəlxalq hüquq prinsipləri əsasında. Siz də gəlin bu nümunəni götürün. Əslində Azərbaycan özü bu modeli yaratdı və dünyaya bu modeli verir. Ki bu mümkündür. Siz bundan istifadə edin. Biz həmişə bunu demişik. Biz özdə baxmayaraq ki, biz qalib gələn dövlətik, amma yenə də sülh əlini kim uzatdı? Azərbaycan uzatdı. Qalib dövlət uzatdı. İndi hələ Ermənistanda, indi Ermənistanın baş naziri, o vaxt elə müharibəni aparan da həmin baş naziridir. İndi görürsünüz, sülhdən nə ağız dolusu danışırlar Ermənistanda. Çünki başa düşürlər ki, sülh olmazsa regionda, onun çıxacağı bir yer yoxdur. O sülhün də, bax, o sülhə gedən yollardan biri də o elə Zəngəzur yolundan başlayır. Yeri gəlmişkən, elə cənab prezidentin müraciətində də bugün məlumatınız var, hörmətli tamaşaçıların da yəqin ki məlumatları var. O bir daha Zəngəzur dəhlizinin əhəmiyyətindən danışır. Doğrudan da Zəngəzur dəhlizi yalnız bir logistik, belə bir nəqliyyat layihəsi deyil bu. Bu, həm də dövlətlərin Asiyadan Avropaya qədər uzanan bir yolda dövlətlərin iqtisadi təhlükəsizliyidir. Digər təhlükəsizlik növləridir. Ona görə də hesab edirəm ki, bax, belə Azərbaycan modelindən nə qədər nümunə götürülsə, dünyada sülh bir o qədər bərqərar olar. Daha tez yaxınlaşar, daha doğrusu bu məsələyə dünya. Zəngəzur dəhlizinin adını çəkdiniz. Təbii ki, bu artıq regional yox. Biz buna qlobal bir layihə kimi, qlobal bir marşrut kimi baxırıq və necə düşünürsünüz? Qlobal dünyada nə dərəcədə Zəngəzur dəhlizinin əhəmiyyətindən faydalanmağa çalışacaqlar? Siz baxın da, bax belə laf sadə dildə deyim ki, tamaşaçılarımız üçün daha aydın olsun. Pekindən başlayan yol düz Londona qədər gəlib buradan keçəcək. Görün nə qədər, həm yol qısalır, bunun iqtisadi mənfəəti var. Həm də bu logistika həm də bir regiona bir təhlükəsizlik gətirir. Bir qarantiya gətirir, əməkdaşlıq gətirir, iqtisadi, ticari əlaqələr gətirir. Bunun arxasınca da mədəni, digər humanitar əlaqələr. Bunun çox böyük faydası var, əlbəttə. Ki, yəni bu imkan verir bütün dövlətlərə ki, istər Avropa dövlətləri olsun, istər Asiya dövlətləri olsun, bundan yararlansınlar, bəhrələnsinlər və hər bir dövlətin vətəndaşı bundan istifadə etsin. Niyə də yox? Bəs gərginliklər... Bax, indi biz yeri gəlmişkən, üzr istəyirəm. İndi, bax, 30 il müddətdən sonra artıq Azərbaycanla Ermənistan arasında ticari münasibətlər artıq başlayır. Biz Ermənistana artıq neft, nə bilim, deməli, benzin, neft məhsulları ixrac edirik. O cümlədən bizim ərazimizdən, Qazaxıstandan, sonra Rusiyadan gələn, deməli, vaqonlar Azərbaycan ərazisindən məhsullar Ermənistana ötürülür. Bunun nə hepsi olsun da. Yəni, bu əgər regiona bir mizan gətirəcəksə, bir güvən gətirəcəksə, bir sülh gətirəcəksə, bu cür münasibətlər əlbəttə mütləqdir, qaçılmazdır, zəruridir. Bəs regional münaqişələr, müharibələr qlobal layihələrə hər hansı bir təsir göstərə bilirmi? Belə ondan başlayır da, gəlin elə ondan, bəli, bax bu qlobal müstəvidə, üzr istəyirəm, bu regional müstəvidə əvvəl deyirəm bax, yəni beynəlxalq müstəvidə əvvəllər Azərbaycanın açıq etiraf eləmək lazımdır, qiymətini layiqincə vermirdilər.
Bax gətirin, baxın indi, bax biz bu regionu götürürəm. Biz bu regiondakı sülhə nail olmuşuq. Sülh faktiki var da, etiraf eləyək ki, bu 2 ildə artıq sərhəddə də delimitasiya işləri gedir, demarkasiya işləri gedir. Yenə deyirəm, münasibətlər, ticari, iqtisadi münasibətlər qaydasına düşür, yoluna düşür. Və bu sülh deməli paraflanandan sonra artıq Azərbaycana, regiona diqqət daha getdikcə artmağa başladı. Sonra indi bu gün Azərbaycan dünyanın 16 ölkəsinə qaz ixrac eləyir. Görürsünüz, indi bu son hadisələrlə bağlı ki, Avropada bu yanacaq krizisi, yəni böhranı yenə də Azərbaycana deyil. Artıq bu Azərbaycan regiondan çıxıb qloballaşmış bir temadır, bir mövzudur. Yəni Azərbaycanın bu gün artıq çox böyük, önəmli deməli qiyməti var və bunu artıq dərk eləməyə başlayırlar. Halbuki bizim prezidentimiz cənab deməli İlham Əliyev hələ 15 il bundan əvvəl, 20 il bundan əvvəl dəfələrlə bunu Avropa ictimaiyyətinin, nə bilim, ali strukturlarının, istər okeanın o tayında olsun, Amerika Birləşmiş Ştatlar hamısının nəzərinə çatdırırdı ki, bu Azərbaycanla siz hesablaşın, bu Azərbaycanın qədir qiymətini bilin. İndi görürsünüz, gəldi həmin sözlər öz yerini tapdı. İndi bu gün Azərbaycanın əhəmiyyətinə baxın ki, bu gün artıq növbəyə düzülüblər. Vaxtilə bizə deməli heç kredit də vermirdilər həmin banklar. İndi növbəyə düzülüblər. O gəlir, bu gedir, o gəlir, bu gedir ki, bizə nə bilim neft ixracını artırın, bizə qaz ixracını artırın. Axı sizə vaxtilə deyilirdi ki, siz gələcəksiniz, bu gün qapını döyəcəksiniz. Bu problemin həllinə kömək edin ki, bunun deməli xeyrini, faydasını siz daha çox görəsiniz. Görürsünüz, gəldi öz yerinə hər şey tapdı. Düzdür, cənab prezident demişən, ədalət gec bərqərar olur, amma olur. Onun üçün də gərək dövlətlər çalışsınlar, gərək işləsinlər. Bax, bunun üçün diplomatların üzərinə böyük işlər düşür. Amma indi yenə deyirəm, diplomatları o vəziyyətə qoyublar ki, hələ ki silahlar danışır. Çox təəssüf edirəm. Təəssüf. Ziyafət müəllim, son olaraq istərdim cavabınızı alım. Azərbaycanın uğurlu siyasəti məhz bütün bu sadaladıqlarınızın mərkəzində necə dayanıb? Bilirsiniz, bax, bu uğurlu siyasətin nəticəsi, əlbəttə bu siyasətin fundamentini qoyan ümumi liderimiz Heydər Əliyevdir. O vaxt hələ 94-cü ildə ki, biz neft kontraktlarını imzaladıq. Siz bilirsiniz də, o vaxt bizim ümumiyyətlə qanunvericiliyimiz yaxşı vəziyyətdə deyildi. Çox pis vəziyyətdə idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra ki, biz o ilk milli konstitusiyamızı qəbul etdik. Sonradan digər o iqtisadi bizim dövlətimizin əsaslarını təşkil edən qanunlar ki, qəbul olundu və sonradan biz həmin qanunlara uyğun olaraq artıq diversifikasiya işlərini apardıq, əlaqələrimiz genişləndi, ordumuzu gücləndirdik və ilə axır və digər məsələlər. Və bütün bunlar Azərbaycana imkan verdi ki, Azərbaycan regional dövlət səviyyəsindən artıq qlobal bir deməli məkana çıxsın. Və bunu da biz bacardıq. Və əlbəttə ki, bugünkü siyasətin də başında İlham Əliyev cənabları durur və o cənab prezidentin həmişə bir sözü var ki, bizim işimiz, əməlimizdir. Bizim imzamız əməlimizdir. Biz təkcə sözü demirik, biz həm də əməl edirik. Amma indi təsəvvür edin, bütün dövlətlər bunu bax, bu sözdən əmələ keçsə, görün dünya necə gözəl yaşayır. Amma burada bir söz deyirlər, sabah başqa söz deyirlər. Nə bilim, günün birinci yarısı bir fikir söyləyirlər, ikinci yarısı bir fikir söyləyirlər. Olmaz axı. Siz belə gərək bu dövlət başçılarında biraz ciddiyyət olsun. Təsəvvür edin, vəziyyət o yerə gəlib çatıb ki, dövlət başçıları, üzr istəyirəm tamaşaçılardan, bir-birini təhqir edirlər. Yəni, beynəlxalq etiket deyilən bir anlayış var da, o da sıradan çıxır. Axı, siz sabah görüşəcəksiniz, məsələlər müzakirə edir, bugün bir-birinizi təhqir edirsiniz, sabah necə masada oturasınız siz? Yəni, sabah üçün barışığa bir üz saxlayın da. Ona görə biz əlbəttə dövlətimizə minnətdarıq, prezidentimizə minnətdarıq ki, Azərbaycanı çox gözəl bir vəziyyətdə irəliyə doğru aparır. Təşəkkür edirəm sizə Ziyafət müəllim, çox sağ olun maraqlı diskusiyaya görə. Bir daha xatırladım ki, qonağım Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov idi. Biz Ziyafət müəllimlə məhz 5-ci Antalya Diplomatiya Forumunun yekunlarını, eləcə də məhz Azərbaycanın bu forumda sülhə, təhlükəsizliyə verdiyi töhfə barədə danışdıq. Orta gün bugünlük işini yekunlaşdırdı. Görüşmək ümidi ilə hələlik.